Bu mənim evimdir, amma evimdəki olan yerin çoxunu muzeyə çevirdim. Niyə? Çünki bura gələndə insanlar gördüm ki, dirikdən, bacadan iş gördükləri zaman müxtəlif saxsı qırıqları çıxırdı. Adamlar onu bilmədən tələf eləyirdilər. Amma bunlar bizim qədim tariximizdir. Bu gördüklərinizin ən azı 2000 il tarixi var. Yəni bu tarixin öyrənilməsi üçün bu tapılan saxsı qabları, müxtəlif əmək alətlərini topladım və bugün burada 3500-dən çox eksponat var. Yəni biz Azərbaycanın şimal-qərb bölgəsi, Balakən-Zaqatala bölgəsi dünya mədəniyyətinin başlanğıcıdır desək yanılmarıq. Ayağımızın altında çox qədim bir şəhər var. 2500 il yaşı var o şəhərin. Biz o şəhərin üstündə durmuşuq. Buranı 2 metr, 3 metr qazanda buradan bu küplər və müxtəlif əmək alətləri çıxır. Çünki hər 1000 il keçəndə torpağın üstündə 1 metr torpaq qatı əlavə olunur. Əgər 2000 il əvvəl olubdursa 2 metr aşağıdadır o yer. Təsəvvür edirsinizmi? Biz 2 metr yarım yuxarıda dururuq, amma bizim ayaqlarımızın altında bizim Azərbaycanın antik bir dənə şəhəri durur. Qədim Roma, qədim Afinadan bəlkə də geri qalmayan. Bu bizim babalarımızın heyvanı ovlamaq üçünmü, döyüşdə istifadə eləmək üçünmü istifadə elədiyi bir silah idi. Amma necə istifadə elədiyini bilmirəm. Amma bildiyim başqa şeylər var uşaqlar. Baxın bu daşlara. Çox qəribə sapan daşlarıdır. Uşaqlar, sapan indi Rakatqaya deyirlər. Siz amma Dədə Qorqud kinosunda belə bir dəriyə büküb daşı fırlayırdılar. Təsəvvür edin ki, insan bir maralı ceyranı ovlamaqdan ötürü sapanda daşı qoyurdu. 2 saniyənin içərisində heyvan qaçacaq. Heyvan sürətlə qaçacaq, hava küləklidir. O insan hesablayırdı ki, 1, 2, 3 deyincə 3 saniyənin içində bu heyvanın önünə özdə neçə metr irəli atmalıdır? 20 addım irəli atmalıdır. Buna empirik bilik deyirlər. Yəni, bizim babalarımız 8-9 min il əvvəl bizdən daha bilikli idilər. Onlar bizi kimi yaza bilmirdi. Amma onların empirik biliyi vardı, təcrübəsi var idi. Çox bərkdir, dəmir kimdir. Amma onun üstünə sulu əskini qoyanda sabaha qədər o qədər yumuşaq olurdu ki, və su buraxmırdı, insanın ayağını isti saxlayırdı. Yəni bu bizim təxminən 200 il əvvələ qədər istifadə edildiyimiz çəkmələrimiz idi. Eschilin zəncirlənmiş Prometey əsəri var da, bu Yunan tarixində keçərsiz onu sonra ilin axırında. Orada bir fikir var, deyir ki, deməli, Zevs hirslənir, görür insanlar ocağı yandırıblar aşağıda, axı ocaq Allahların əlindəydi, insanlarla qədimdə ocağı bilmirdi və baxır, görür ki, Prometey tez-tez qaçıb adamların yanına gedirmiş də. Prometey Allahlara dost olan bir, insanlara dost olan bir Allah idi və onu öyrənir, deyir, sən mi aparıbsan da deyir, hə, onlar deyir, soyuq olurdu və onu zəncirləmək üçün deyirlər, Qaf dağına gətirdi. Uşaqlar, niyə Yunanistanda, İtaliyadakı dağlara gətirmədi? Çünki Eschil bir yazıcı, bir alim kimi bir adam idi. O bilirdi ki, Yunanistandan əvvəl Qafqaz deyilən bir yer var və oranın dağları var və bu ərazi daha əvvəlki insan məskəni buralar olub. Bəlkə də Yunanlar, bəlkə də İtalyanlar daha sonra buradan getmiş insanların bir olurlar. Yəni, baxın, Qobustandakı yazılı daşların tarixinə bərabər bir daş, baxın, burada keçi təsviri var. Bu Balakəndə Kater kəndində Gödöbqarada olubdur. Uşaqlar, etnografiya o qədər gözəl elmdir ki, etnosgrafos, xalqları yazmaq, elə bil ki, etnografiya bir xalqın güzgüsüdür. Yəni, burada gördükləriniz bizim millətin simasıdır, tarixidir. Sizə göstərdimmi? Bizi bəzən mədəniyyətdən uzaq hesab eləyənlərə sübut üçün biz 10 min il əvvəl piktoqramla yazmış ilk mədəni xalqlardan birisiyik. Biz Şümerlərlə eyni düşünən bir xalqıq. Baxın, mənim məşhur Şümerşünas müəllimim vardı. Mir Heydər müəllim bizə öyrətmişdi ki, 6000 il əvvəl gil kitabələr üzərində su, hava, tənə, əppək, məhlə, mintənə sözləri yazılıbdır. Bugün sizin kənddə bütün nənələrin dilində o sözlər var. Yəni, biz dünyaya ilk mədəniyyəti gətirmiş Şümerlərlə eyni kökdən olan bir toplumuq. Və mənim fikrim nədən ibarətdir ki, bizim bu bölgəmiz Şümer mədəniyyəti ilə ya paraleldir, ya bəlkə də Şümer mədəniyyətinin öncəsidir. Baxın, bu tarix sizə bu qədər gözəl şeyləri anlada bilər. Uşaqlar, bu gördüyümüz daşın üzərində qədim yazı var.
Bu yazı dünyanın ilk əlifba yazılarından birisi. Buna Aramey əlifbası deyirlər. Bu əlifba Misirin yaxınlığında, Mesopotamiyada istifadə olunub. Sonralarda İbrit yazısı bundan alınıbdır. Bu bizim bölgəmizdə tapılıbdır və qeyri-adi bir tarixi şeydir. Yəni, baxın, ən qədim yazı piktogramdır, şəkli yazı. Və keçi təsviri var dövlətin güclü olmağın, qorxmazlığın simvoludur. Baxın, orada keçinin təsviri var. Burada əlifba yazısı var. Yəni, biz əslində dünyanın ən mədəni insanlarından birisiyik. Dünyanın mədəniyyəti bizə öyrədilər, güya ki Misirdir, güya ki Mesopotamiyadır. Uşaqlar, Misirlə, Mesopotamiya bərabər hətta onlardan daha irəli biz mədəni olmuşuq. Biz onlardan əvvəl piktogramı öyrənmişik, sonra baxın bu yazı bizdə də işlənibdir. Yəni, demək istədiyim nədən ibarətdir? Biz öz tariximizi öyrənsək, görərik ki, dünya bəlkə də buradan başlayıbdır. Dünyanın beşiyi, bəşər övladın beşiyi bəlkə də Qafqaz olubdur. Bir muzey sizin ulu babalarınızın, bizim əcdadlarımızın necə yaşadığı, nədən istifadə elədiyi və insanca başqaları ilə necə paylaşdıqlarını göstərə bildik bu eksponatlarla. Eksponatların üzərində içəridə bir eksponat var ki, 40 min il əvvəl bizim babalarımız ayı, günəşi necə təsvir eləyiblər, yer kürəsini necə düşünüblər, o dünya, bu dünya anlayışı bugün biz kompüterlərdən oxuduqlarımızı əslində 1000 illər öncə bizim babalarımız düzəltdikləri bir sərnic var, 2 qulplu, bir baş örtüsü var. Bayaq mən jurnalistlərə bu barədə danışırdım ki, bir nənə bəlkə əlifba bilməyibdir, amma nənə bir baş örtüsünün üzərində, bir ipək yaylığın üzərində bizim 10-15 minlik tariximizi yazıb. Baxın, bu tarixi öyrənməyə dəyər. Bu bizim qürur duyacağımız bir şeydir.